böyük günah var, həlak edici günahlar və onlardan çəkinmək lazımdır. Onlardan ən birincisi Allaha şərik qoşmaqdır. Və bu ən böyük Allaha qarşı zülümdür. Sonra sehirdir. Yəni sehirdən çəkinmək, sehirdən uzaq olmaq lazımdır. Və bu da böyük günahlardandır. Və sonra haqsız yerə insanı qətl etmək, öldürmək, bir insanı öldürmək və bu da böyük günahlardandır, həlak edici günahlardan. Və həmçinin riba yemək, yəni faiz yemək. Və bu da olduqca böyük günahlardandır. Və həmçinin böyük günahlardan, əziz qardaşlar, insanların malını yemək, xüsusən də yetimlərin malını yemək. Və bu da böyük günahlardandır. Və sonra döyüş meydanında artıq düşmənlə üz-üzə olarkən o haldan qaçmaq. Və bu da böyük günahlardandır. Və nəhayət sonuncusu, iffətli müsəlmanlara iftira atmaq. Və bu da böyük günahlardandır.